Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Feyxuya suyuq mürəbbəsinin hazırlanmasını sizinlə bölüşəcəm. Əgər sizin üçün də maraqlıdırsa, videomu sona qədər izləyib, abunə olub bəyənməyi unutmayın. Feyxuya suyuq mürəbbəsinin hazırlanması mənim kanalımda var. Limonla hazırlamışdım. Ancaq indi portağalla hazırlayacağım. Hər ikisi də həm ətirli, həm də çox gözəl dadlı olur. 4 kiloqram 300 qram məndə feyxuya var idi. Feyxuyaları tərtəmiz yudum. 3-4 dəfə axar suda yudum. Təmiz yuyandan sonra bu cür feyxuyaları təmizlədim və mən təmizlik qutarandan sonra 4 kiloqram feyxuya alındı. Ət çəkən maşında çəkib 1 ədəd də portağal əlavə etdim. Portağalı doğrayıb tumlarını təmizlədim, onu da həmən feyxuyanın içərisinə çəkdim. 4 kiloqram feyxuyanın içərisinə mən 3 kilo 600 qram şəkər tozu tökdüm. Tez-tez bu cür qarışdırıb şəkər tozu əriyənə qədər qarışdırdım. Qaranlıq və sərin bir yerdə bir sutka saxladım. Tez-tez bu cür qarışdırdım və şəkər tozu artıq ərimişdi. Feyxamız hazır oldu. Balonlara yerləşdirib qaranlıq sərin bir yerdə saxladım. Siz istəsəniz soyuducuda da saxlaya bilərsiniz. Göz haqqınızı halal edin. Allaha əmanət olun. Allah hər kəsin ruzisini bol bərəkət etsin. Hər kəsə öz təşəkkürümü bildirirəm.